2024-cü ilin avtomobilidir. Tıxac şəraitində sənə gəldilər krilo yan hissədən sürtdülər avtomobili. Bu avtomobili bir cızığa görə rənglənməsi nə qədər dəyərini itirir və niyə? Bu bizim ölkədə var B-kraska söhbəti. Maraqlı burasında bu ancaq bizim ölkədə var. B-kraska. İnsanlar sakit həyat sürür, Prius ona Apple-onu bəs edir. Prius sürəndə saç dəyət sürür. İbrahim uzun yol çıxsam, açıq etiraf edeyim. Zəhmət olmasa. Toyota. Toyota. Bu da BMW fanatı axırda Toyota. BMW yoxdur da. Ay dayı Alman avtomobili var. BMW Ya şey var deyə. Axırda Toyota. Bu siləyir. Salam dostlar, Nicat Xaç kanalıma xoş gəlmisiniz. Mən Nicat və bugünkü verilişimiz avtomobil sahəsi ilə bağlıdır və bu sahədə mütəxəssis olan qonaqlarımız var. İlk öncə istərdim onları sizə təqdim edəm. İbrahim bəy, servis qəbul şöbəsinin meneceri və Ayxan bəy, Akay Avto Servisin direktoru. İbrahim bəy, Ayxan bəy, xoş gəlibsiniz. Çox sağ olun Nicat bəy, təşəkkür edirəm bizi dəvət etdiyiniz üçün. Sizin fikrinizdə Azərbaycanda ən dözümlü avtomobil markaları hansılardır və səbəbləri nədir? Buyurun İbrahim bəy, söz sizdədir. Məncə Azərbaycana dözümlü sırf bir neçə marka yox, çox avtomobilli Azərbaycan dözümlü avtomobillərdir. Sadəcə olaraq avtomobillərin hər bir avtomobilin reqlamenti var. Reqlament nədən ibarətdir? Sırf avtomobilə qulluq. Əgər hər bir avtomobilə vaxtında qulluq olunsa, həmin avtomobil təbii ki, uzun ömürlü olacaq. Misal üçün, reqlamentdə yazılıb ki, avtomobilin transmisiya yağı 60 mində bir dəyişilməlidir. Hansısa insan onu 60 mində bir, 150 mində dəyişirsə, təbii ki, avtomobildə ona problem yaradacaq. Ayxan bəy, siz nə deyə bilərsiniz? Mən İbrahim bəyin fikirlərinə bəli qoşularam. Sadəcə burada bəzi avtomobillər var ki, gəlin nəzərə alaq ki, bunlarda məsələn xroniki problemlər də olur da. Məsələn mən xatırlayıram bizdə servisdə bir Çin avtomobili var idi. Adını burada çəkmək istəmirəm və biz onu səhv eləmirəmsə 16.000 kilometr yürüyüşü var idi. Biz onun sükan mexanizmini təmir elədik. Nə yatdı, nə yuxu gördü? Hə də nə yatdı, nə yuxu gördü də. Müştərinin özü də şokda idi ki, nə baş verir də burada da. Bu faktorlar davamlı olaraq Çin avtomobillərində təkrarlanır. Burada şey olmasın, biz çox da pisləmək istəmirəm. Mən özüm də idarə eləmişəm o avtomobili və desən komfort falan bunlar hamısı yerindədir. Sadəcə indi reallığı budur ki, bu problem yaranmışdır və o bir marka da var, indi adını çəkmirəm. Onlarda bu daimidir. Ən çox bizim əziz taksi sürücülərimiz istifadə edir və biz onlardan çox hansı ki, sükan mexanizmlərinə şikayət çoxdur. Xəstəlik kimidir. Bəli. Məncə bu söz deyiləndə Azərbaycanda ən dözümlü avtomobil avtomatik olaraq niyə köhnə maşınlar, köhnə modellər yada düşür? Məsəl üçün W210 4 para. Dözümlü avtomobil deyiləndə ya o yada düşür, ya da digər modellərdən biri Kantlı Sonata deyə bilərik. Bəli. Nəyə görə? Bu avtomobillərin üstünlükləri nələrdədir əsas? Nə deyə bilərsən Ayxan bəy bu haqda? Valla nə deyə bilərəm, qoy bir dənə fikirləşim, sonra cavab verim də. Olub bizdə, məsələn, servisdə. Təbii ki, biz nə misal gətirsək, servisdən gətirəcəyik, çünki biz bunları keçmişik. Məsələn, biz Mercedes, əgər Mercedeslər arasında müqayisə aparırıqsa, məsələn, S-Class 222 kuzovda, mən dəqiq xatırlayıram, biz onda arası 40.000 kilometrdə arxa əyləc, ön əyləc bəndlərin, İbrahim, və qəliblərin dəyişdiyi üçün əyləc bəndləri sıradan çıxmışdı. Artıq sürücü əyləcə, belə deyək də, əyləcə toxunduqda, basdıqda şey olurdu, avtomobil sirkələnirdi. Amma məsələn, bizdə olub ki, biz çox da işləmirik, amma 210 kuzovlarda mən özüm şahid olmuşam ki, tutalım, su pompasını dəyişmişik. Su pompası da bizimkilə nə deyirlər? Su pompasıdır. Su pompasını dəyişmişik və üzərindən orijinal da, belə deyək, OEM nə gəlirsə, o çıxardıb digər əvəzedici firmanı əvəzləmişik. Məncə əvvəl bu firmalar, belə deyək də, bunların hamısına aiddir. Əvvəl keyfiyyətə üstünlük verirdilərsə, indi daha çox ehtiyat hissələri satış məqsədi. Mən belə düşünürəm, amma reallıq da var da. Çünki W210-dan qabaq W124-ün nümunə gətirsə, dağılmırdı o avtomobillər, dağılmırdı və Mercedes adı məncə üstünlük qazandı bu modellə. Mercedes möhkəmliyi, Mercedes dözümlü, çünki son Mercedes modellərinə baxsaq, elə bir model var ki, onlar qədər dözümlüdür. Bir də bir şey dözümlülükdən əlavə bunların biz artıq başlamışıq markaları bir-birinə şeydir, amma nəticə etibarilə məsələn Toyota da dözümlüdür də. Amma sən Mercedes-dən aldığın komfortu Toyota-dan ala bilmirsən. Bəli.
Mercedes vaxtı ikən 210 kuzov və yaxud da W124 kuzovdan həm dözümlülüyü var idi İbrahim, həm də nə var idi? Komfort. Dözümlülüyü ola bilər Toyota'da olsun, amma həmin komfort şeydə yox idi da. Toyota'da yox idi. İndi burada da status qüvvəyə minir də. İnsanlar avtomobili statusa görə istifadə edirlər. Məsələn, Toyota'nı istifadə edən şəxs ən çox nəyə fikirləşir İbrahim bəy sizcə? Nəyə üstünlük verir Toyota'nı istifadə edən şəxs? Məsələn, Land Cruiser götürsək, yük götürməkdir, uzun yollara çıxmaqdır. Müəyyən qədər komfortu da var, rahatçılığı da var. Məsələn, dünyada ən çox satılan maşın Toyota'nın Corolla'dır. Bəli, sedan modellərindən. Sedan modellərindən. Amma sırf Corolla'nın yəni daxili vəziyyətinə baxırsan, salonu demək istəyirəm. İnteryerinə. Plasmasları yəni tam o keyfiyyətdə deyil. İnsanlar almaq istədiyi keyfiyyətdə deyil. Məsələn, bəzi Tim modelləri var ki, onların sırf salonu həmin Toyota'dan qat-qat güclüdür. Bəli. Və çox yaxşı qalır. İllər keçir. Məsələn, bir neçə Tim avtomobillər var ki, həm avtomobil 7-8 ildir sürülür Azərbaycanda. Salonuna baxırsan, çox ideal vəziyyətdədir. Yəni, nüanslar olur. Məncə Toyota'ya üstünlük qazandıran faktor o avtomobillərin arxayınçılıq vermə hissidir. Məsələn, BMW markasından BMW-dən nümunə gətirsək, şəxsi istifadəmdə olub BMW modeli. Mən o avtomobili hər gün işə salanda içimdə bir narahatçılıq var idi ki, hansısa bir datçik elektron sistem aşıbqa verəcək, səhv verəcək. Amma Toyota Prado'da istifadəmdə olub, o avtomobildə mən oturanda o hissi yaşamamışam ya da uzun bir yola çıxanda o hissi yaşamamışam. İndi burada belə bir məsələ də var da. Toyota Prado'da olan elektron sistem BMW-ni biz bunu belə deyək də. O BMW-ni ümumi Toyota marka olaraq deyək. Hansısa bir modeldən deməyək. Məncə bir-birinə heç cür nə deyirlər? Eyni təbəqəyə yox, qoyulur. aidiyyatı yox. Burada yenə deyirəm də arxayınçılıq və status söhbətləri qüvvəyə minir. Prestij məsələsi var da. Bəli. Son model BMW-yə baxsaq, X7-ni götürək. Həmin Toyota'da Land Cruiser-i götürək. Hansı daha bahalıdır? Həm bahalı əlbəttə ki, X7-dir. Burada da artıq Yaxşı, siz seçim qarşısında olsaydınız hansı seçərdiniz? cibimə baxaram, orada puluma baxaram. Yox, pulun olsa da. Pulum olsa BMW-yi seçərdim. Məsələ də burasındadır. Məsələ də burasındadır. Niyəsə də bizdə şey qalıb, Toyota dairə maşını. Yaxşı maşın. Hə. Bizdə də olub. Bizdə şey var idi, Lexus LX570. Mən xatırlayıram İbrahim, biz o avtomobili bir 3 il istifadə elədik. Yəni doğrudan da biz ona heç əl vurmadıq. Məsələn, Land Cruiser indi yenə RAM üzərinə gəlirdi o avtomobil. Hə, görsən, RAM üzərinə gəlir. 2026-dır və avtomobil hələ də RAM üzərinə gəlir. Bizdə avtomobil harda sürülür? Şəhərdə. İndi gəl indi X7-yə baxaq da. Odur. Askı sistemi nədir? Airmatic. Yəni və indi daha müasir askı sistemi var. Yəni hansı ki arxa təkərlər artıq arxa askı sistemində də belə deyək də sükan mexanizmi əlavə ediblər. Arxa təkərlər də bizdə O da əlavə bir xərcdir. əlavə bir xərci və əlavə komfortdur. Əlavə komfort və əlavə xərcdir. Yaxşı, biz Toyota'nı onda Hər bir komfortda xərci olmalıdır. Toyota'nı məsələn biz edə bilərik Cadillac-la, Escalade məsələn. Escalade dözümlüdür, mühərrik dözümlüdür. Hərəkət isə dözümlüdür. Bəli. 6.2. Bəli. Hərəkət isə dözümlüdür. Komfort var. Prestij var, все da. Onda gedin Cadillac al. Yox, Escalade hər şey, yəni hər tərəf dözümlü maşın, sadəcə Azərbaycanda modda deyil Escalade. Nə? Escalade indi. İntizamda başlaydı bu şey minməyə. Bizdə əsas modda olan Mercedes-dir. Almanların belə bir sözü var, deyir Allah da insanları yaradıb. Mercedes də liderləri. Bu sualı bundan da sonlandıraq. Ya mən BMW tərəfdarıyam. BMW belə ucuza sata bilməzdim də İbrahimə. Sonra Yaxşı, qoyanda sözü sözü verirəm mən sənə. Ayxan bəy, BMW fanatı olaraq buna nə cavab verə bilərsiniz? Biz ümumiyyətlə Tesla fanatıyıq. Elektromobillər yaşasın. Gözəl. Çox sağ ol. Mercedes-in nə elektromobili var? UQS? EQS deyilmi? Kimə lazımdır? Heç kimə. Bizdə də yoxdur. Qurana and olsun. O nə istehsal ediblər mən bilmirəm. Bəlkə
Şirkət mənə dava açacaq, onu da deyəcəm Amma məsələn. şey BMW-yə bax bura, ay 4, ay 7, ay 5. Tamam. Ümumiyyətlə mən şeydir. Yəni ümumiyyətlə mən düşünmürəm ki, nə vaxtsa bütün avtomobillər elektrik. Mən doğrudan bu qənaətdə deyiləm. Yəni daxili yanma mühərrik və yaxud da yəni həmişə ehtiyac olacaq. Təbii ki. Həmişə həvəskarlar olur. Avtomobil həvəskarı həmişə Düzdür, ola elektrik avtomobillərin sürətlənməsidir. Bəli. Daha yüksəkdir. Amma o hissiyat vermir axı. Hissiyatı nə mənada? Sürüş hissiyatı. Sürüş hissiyatı. Boş dəmirdə gedirsən elə bir. Bir 4-4 gürültüsünü hiss etmirsən. Keçək növbəti sualımıza. 200-300 min kilometr yürüyüşü olan avtomobil almaq sizcə düzgün seçimdir, yoxsa bu artıq risk hesab olunur? Ayxan bəy, söz sizdədir. 200-300 min kilometr yürüyüşü olan avtomobil almaq sizcə düzgün seçimdir. Əsasən də ikinci əl bazarında. Bu şey İbrahimin reqlament məsələsinə toxunmaq istəyirəm burada. Yəni əgər şəxs, yəni avtomobil idarə edən şəxs həqiqətən o avtomobilə vaxtı-vaxtında qulluqlarını edibsə, mühərrik yağıdır, sürətlər qutusu yağıdır, hərəkət hissəsidir. Yəni mən belə ciddi problem görmürəm. Baxır bir də hansı avtomobildədir? Marka model. Marka model mütləqdir. Düzdür İbrahim Yusuf? Yəni siz 200-300 min getmiş BMW ala bilərsiniz hardasa. Kritik kilometrdir. Mercedes də ala bilərsiniz, amma Range Rover heç vaxt almazsınız. Yəni mən məsləhət görmürəm şəxsən. 300 min kilometr getmiş. İndi Toyota falan bunlar təbii ki almaq olar. Amma 300 min getmiş Range Rover-ı mən nə kimi problemlərlə qarşılaşırıq? Nə kimi problemlər deyəndə o insanlar bilmək istəyir. Əgər vaxtı yenə deməyək, vaxtında əslində şey edibsə qulluqların nəticə etibarilə atmosferik mühərriklərdən danışsaq əgər, atmosferik də yəni turbin yox, atmosferik mühərriklərdən danışsaq, yəni 300 min kilometr getmiş avtomobilin oradakı o atların sayı ölməyə başlayır da. Bastırılır. Yavaş-yavaş. Digər əslində daxili yanma mühərriklərinin hamısında bu problemlər əmələ gəlir. Yəni sən 300 min yürüyüş etmiş avtomobil alıb ondan o belə deyək də performansı gözləmək də biraz düzgün deyil də. Həm salon da yorulur, həm də maşının daxili. İstər-istəməz də, yəni ola bilər sürücü ona hər cür qulluq eləsin, amma yəni 300 min kilometr yəni yaş sözünü deyir də. Hə 300 min kilometr az kilometraj deyil də nəticə etibarilə. Ona görə biz izləyicilərimizə tək həmişə onların yaxşı imkanı olsun və elə yenisini alsınlar. Bəli, biz də onu arzu edirik həm izləyicilərimizə, həm də özümüzə. İbrahim bəy, bəs siz nə deyə bilərsiniz? Ayxan bəy vurğuladı ki, bəzi avtomobillər var ki, bəzi müəyyən olmuş kilometrajlarda artıq xroniki problemlərlə qarşılaşırıq. Siz bildiyiniz belə bir marka modellər var ki, filan kilometrajda artıq bəlli bir problem yaradır sürücüyə. Ya rastımıza çıxıb Alman avtomobilləri də olub, məsələn 150 mini keçib, sepində səslər hiss eləmişik, özümüz istifadə eləmişik o avtomobili, markanı deməsək də. Ya o şey məsələsi. O da ki, yəni 150 min o problemin əslində o problem deyil, sadəcə qulluqdur. Bəli, o həmin problem çıxmamasaydı, sən onu 100 mini dəyişsəydin, septi, vanusdur, başmaqlarıdır. 150 mini sən heç bir problem yaşamayacaqdın. Sadə dildə belə izah edək də. Sualımız nətər idi? Məsələn 200-300 min kilometr sürülmüş avtomobili bir şəxs birinci avtomobil kimi almaq istəyir. 150 min kilometrdə bir marka sep başmaq sistemində problem çıxardacaqsa, bunu alıcı bilməlidir. Bilməlidir, nə cəhətdən bilməlidir? O avtomobili alır 140 min kilometrdə. Amma avtomobildə anlayışı yoxdur. O bilməlidir ki, 5 min, 10 min kilometr sonra avtomobilin artıq sep başmağı dəyişilməlidir. Yəni bu cəhətdən bu marka model fərqlərinə görə alıcı hər maşına fərqli yanaşmalıdır. Mütləq qaydada və gəlməli professional servis. Bəli, servislərə mənə gəlir ki, indi şeydə burada desək ki, belə şey özümüzü tərifləmiş olaraq əlbəttə ki, əgər insan faktoru varsa, səhvlər var. Bu şeydə istəyir servis olsun, istəyir hər hansı bir şeydə. Məsələn, keçən səfər biz baxdıq şeydə, NASA deyəsən aya nəsə göndərirdi şeydə. Onların vizisidə problem yaranmışdı. Baxdınız ona. Yəni şeydə bəzən alıcı elə düşünür ki, servisə getdimsə hər şey okeydir də. Belə deyil axı. Burada insan faktoru. Amma nəticə etibarilə ən azı servis bu adama deyə bilər ki, alıcıya qardaş gələcəkdə bu problemləri var da. Bəli.
və alıcı da rahat olar. O da artıq servisdən servisə görə. Bir də şey var, şəffaf ona görə. geçən səfər bir maşın gəlmişdi. Bəli. BMW idi, İbrahim. Sən deyən görüm ay Allah, Cin 15 idi ya F15 idi, tam xatırlamıram. Adam mənə bilirsiz nə dedi? Mənə deyiblər ki, bunun sürətlə qutusu yağı dəyişilmir. Quran and olsun. Belə şey yoxdur. Bu BMW sürücülərində buradan deyim, bu düşüncə var. Mifdir bu bir. Yəni mif. bu mifdir də, biləsiniz. Bu mifdir və bu ona görədir ki, belə dedi, old school, köhnə tutalım 34 kuzovlarda, 39'lar bu sürətlər qutusu yağı artıq istismar müddəti o qədər keçib ki, bir də görsən sən ona yeni sürətlər qutusu əlavə edirsən, filtr yeni qoyursan və sürətlər qutusu sıradan çıxır. Səbəb? Çünki artıq orada tutalım friksiyonlar, dişli saxlar falan bunlar hamısı əsasən də 2-dən 3-ə vurmalar. Hə, yəni artıq da bunlar gedib də qardaş 300.000 korobka nə bacarıbsa işləyib, ona bir dənə təzə can verirsən, yağın dəyişsin və sıradan çıxır. Bu mif olaraq qalıb insanların beynində. Bəli, elədir. Biz də rastına çıxmışıq, adi bir polo var. Volkswagen Polo. Bəli, bəli. Volkswagen-dən danışmadıq. Alman brendidir. Avtomobil təxminən 170 min zat getmişdi, probega elə olardı. Gəldi korobka yağını dəyişməyə. Təbii ki, təklif elədi ki, yəni soruşdu, sual elədi ki, korobka yağı dəyişilib yoxsa yox, yəni ki, bilmirəm. Mən avtomobilin 4-cü sahibiyəm. Ay maşallah. Təbii ki, onu izah elədik. Biz korobka yağını dəyişə bilərik. Yeni korobka yağı töküləcək, yeni filtr, hər şey orijinal ehtiyat hissələrini dəyişiləcək. Amma sizdə korobkada problem varsa, həmin problem üzə çıxacaq. Bəli. Və həqiqətən üzə çıxdı. Korobka yağı dəyişildi, avtomobil yerimədi, vurmalar başladı. Təzədən korobkanı sökməli oldu, təmir elədi, müştərini yola saldıq. Pulu verdiniz sonra? Təbii ki. Yaxşı korobka sokma verdi. Əsas pul malım hə. Əsas sizliydi. Əsas əvvəldən danışırdıq. Necə danışırsan? Alman, Yapon, Çin avtomobilləri müqayisə etsək, hansı daha uzun ömürlüdür və daha etibarlıdır? Buyurun, Ayxan bəy, söz sizdədir. Gəl mən sualla cavab verim. Buyurun. Birinci nəzərə alaq ki, etibarlıdır deyəndə nəyi nəzərdə tuturuq? Etibarlıdır. Nəyi nəzərdə tuturuq da? Uzun səyahətə çıxıram. Aha, bax belə. 500 kilometr gedirəm, 1000 kilometr gedirəm və yaxud daha uzun dayanmadan. Dayanmadan deyəndə yolda ola bilər də 1-2 saatlıq istirahət elədim, amma dayanmadan mən bu 1000 kilometri tamamlamalıyam. Əslində bu segmentdə, yəni Alman, Yapon, Çin və bunlarda hamısında özünü doğrultmuş avtomobillər var da. Səhv etmirəmsə şeydə Çanqanın bir mühərriki var idi. 70 min, 100 minə yaxın sürdülər davamlı, sonra dağıldı mühərriki. Və Alman avtomobilləri də onsuz sözünü deyir və Yapon da özü. Siz əgər sual verirsə, mən seçim arasında qalsam, Şəxsi fikrinizi hansına deyin. üstünlük verərəm. Uzun yol çıxsam, açıq etiraf edeyim. Zəhmət olmaz. Toyota. Toyota. Bu da BMW fanatı axırda Toyota. BMW yoxdur da axı. Ay dayı Alman avtomobili var. BMW Ya şey var. Axırda Toyota. Bunu siləyir. Ya Toyota. Tam olaraq Toyota kadr uzun yerləşdirəcək. yol avtomobili. Yəni şey, biraz komfort yoxdur da. Mən bayaq dediyim yerə gəlib çıxır ki, arxayınçılıq hissi. Bayaq vurğuladım ki, səhər avtomobili işə salanda BMW-də narahat işə salırsanız, Toyota-da mən o hissi almıram. Bəli. Və siz də BMW fanat olaraq vurğuladınız ki, Toyota-nı seçmək. Hə, Toyota sürərəm. Çin avtomobili qaldı qıraqda. Çin avtomobili qıraqda qaldı. Yəni Çin avtomobili keçən səfər mən sürdüm Çin avtomobili hardasa İbrahim nə qədər 800 kilometr falan. Yəni inan mənə o qədər rahatçılıq verdi o maşın mənə və şeydə indi hamı sürür o avtomobildən 207-dir deyəsə yəqin ki problem olmaz. Çanqa 207. Hə, yəni məndə bir dostum da idi və ona mənə də maraqlı idi o avtomobil. Sadəcə avtomobildə problem bilirsiniz nədir? Nə? Hissiyat yoxdur da. Və problem ordadır. Yəni biz avtomobili sürürsən, tamam, məndə Tesla'da var. Belə pis çıxmasın. Bəli, şəxsi istifadə edir. Yəni BMW də var. Sonra nə var idi? Var da avtomobillərimizdə. Yəni hamısını sürür və servis işlədirsə biz hamısından sürmüşük. Yəni mən Çanqanda o hissiyatı görə bilmədim. Yəni hansı ki sən tutalım 120 və yaxud da 130 sürət gedirsən, ayağı atırsan sürəti artırmaq üçün, o belə olur, 131, 132, şeydir də. Məsələn Tesla'da da bu yoxdur. Tesla'da onsuz elektrik mobil. Amma
BMW-də məsələn sən bunu heç vaxt görə bilməsən, Mercedes-də də heç vaxt görə bilməsən. Yəni bir dənə problem ordadır ki, adamı uzun yolda yorur avtomobil. Və mənə elə gəlir ki, o Çanqan mən birbaşa onu ünvanlayım ki, 207 sür. Başqa heç bir modelini sürməmişəm ümumiyyətlə. Və eşitdiyimə görə insanlarda da bu problem hal-hazırda var da. Yəni bundan şikayət edən adamlar çoxdur ki, uzun yolda avtomobilin hissiyatı çox zəifdir. Bu baxımdan sizə məsləhət görürəm haval avtomobilini sürün. O sizi Haval üçün brenddir ümumiyyətlə. bəli, haval silmir. Uzun illərdir artıq Azərbaycanda bu bazardadır. Burada və çox keyfiyyət özündə sübut edibdir. Yəni istifadə eləmək. Belə İstifadə etsəz çox bəyənərsiniz. Ən məşhur model H6 modelidir. H6, H9. H6. H6 hibrid çox gözəl. Neçənci nəsildə artıq gəlir? Artıq 4-cü nəsildə gəlir. Çox gözəl avtomobildir. Onda hamı getsin BMW alsın. Toyota. Mercedes getdi. Bu sizdə Alman, Yapon, Çin avtomobilində. Yəni hər avtomobilin öz qiyməti var. Məsələn, Çin avtomobilində olan opsiyalar, funksiyalar, nə elektronikasıdır. Alman avtomobilin onun qiyməti gəlib çıxır 150 min, 160 min kaya. Düzdürmü? Bəlkə də çox. Yaponda gəlib çıxır ən az bir 100 min kadan yuxarı çıxır. Yapon heç yoxdur da. Heç demək yox, tapsan da Bəzi zakazla, xahişlə, minnətlə gəlib Mən çıxacaq. head-up display olan amma Lexus'larda var da. arxa oturacaqlarını qızdırırlar. Deyən Lexus var, Lexus yaddan çıxıb axı. Amerika bazarı üçün istifadə olunur. Hə, yəni Yapon maşınlarında sırf bu opsiyaları istəsəz, onun qiyməti 100 mindən yuxarı çıxacaq. Siz Çin avtomobili siz bunu alırsınız 40 minə, 50 minə, 55. Təbii ki, yəni 55 minə aldığın avtomobillə 170 min olan avtomobili müqayisə eləmək düz bir şey deyil. Evet. Məntiqlə düz bir şey deyil. Baxır nə axtarırsan. Amma Məsələn, 55 min verib 55 min o 207 məsələn neçədir? Bazar 50-60 min arası Yox, komplektasiyadan. 45 min falan. 45 min ən o şey var 200 plus. Üstə Flash. Flash Plus-a. Yəni 45 min o avtomobilə məncə halallıdır da, yaxşı mənada. Yəni avtomobildə demək olar ki, yox söhbəti yoxdur da. Head-up display var. Nə bilim, xətt tanıma zad indi bu oturacaq Standart qızdırma, opsiyalar bu olur. hamısına var da. Biraz arxaya getsək 95 min BMW-sində də var idi bunlar. 98-də Yenə də Almanlara var. BMW 38 kuzov da artıq Distronka sistemi gətirmişdi. Bilmə bilirsiniz yoxsa. Amma artıq insanlar, yəni müasir avtomobillərdə belə şeyləri gözləmir də. Artıq istəyir ki, əllə belə eləsin, dalım qapı bağlansın və yaxud da telefonla öz avtomobilini çağırsın, gəlsin yanına. Yəni müasirlik deyəndə avtomobillərdə artıq bazarda bunlar bir-birinə başlayıb rəqabət aparmağa. Mənə gəlir ki, artıq mühərridir, tutalım hərəkət hissədir və yaxud da dözümlüdür. Bunlar hamısı qalıb bir kənarda. Artıq belə deyək də Opsiyalar. Hə. Opsiyalar yenə də bayaq dediyim kimi status söhbəti. 50 minə sən Range Rover də ala bilərsən. Neçənci ilin Range Roverini almaq olar 50 minə? 2016 Vogue modelini götürək. 16-17. Amerikada 9 il maşın. Yəni 2016 sən 50 minə Vogue alarsan yoxsa Çanqan? burada belə bir söhbət var. İllik nə qədər səndən büdcə aparacaq əgər standart olaraq hər gün ev iş sürürsən. İllik baxımı bu avtomobilin nədir? Range Rover deyək, təxmini bir məbləğ. İllik nə qədər olur olsun mən yenə Range Rover alaram. Yəni bu Yəni nə qədər olur da Range Rover izləyicilərimiz bilmək istəyirlər. Range Rover-da nə qədər olur? 50 minə getdin Range Rover aldın 2016-cı il. Aha. 140 min, 130 min kilometrdə aldıq. 130 min artıq onun belə deyək sep başmaq hissələri dəyişməlidir. Bu 1500. Birinci bunu deyək. Benzin sərfiyyatı nə qədərdir? 15 litr. 15 litr. Yəni ən yaxşı haldır. Bunu qoyduq biri qırağa. 15 Ya- möcüzə bir halda. Möcüzə bir aldı. Sakit sürüşdə deyək. Ən yaxşı halda da bizim bir dostumuzda onda 5 motor var. Buradan ona salamlayırıq. Onda 30 litr yandı. Salam olsun. İndi gələk digər bir məsələyə. İllik bu avtomobilin yağ dəyişimi ilə daxil olmaqla baxımı nə qədər pul aparır? Ümumi Bir il bu avtomobili Yəni- sürdün 30 min kilometr, 40 orta kilometr. miqyaslı da yağdan danışsa, Bəli. hardasa 250 manat falan yağ dəyişməsi, hər yağ dəyişmə. Aylıq. Yağdəşməyə 5 mindən bir. Aylığı 5 mindən bir gəlir. Hər 5 mindən Bəli, məcbur gəlir bəli. yağdəşməyə.
Əslində bizdə 5000 normaldır. Bəli. İndi Havanın çirklənməsi nəzərə digər problemlərdir bu avtomobilin çıxa ümumiyyətlə bilərdi. elektronika, Elektronikası. enginlər, askı sistemi, əslində sənin sözün mən Range Rover-da askı sistemində o qədər ciddi problemlərini görməmişəm. BMW-lər də elədir. BMW-lər Yəni askı sistemi zaten çözülür. eyni şeydir də, askı sistemləri Rasxod eyni formada qurulub. İllik bu avtomobil 10-15 min manat məbləğ aparar Range Rover. Az olar. Və Çin avtomobilinə gələk. 100 kilometrə nə qədər yanacaq sərf edir? 6-7 bitir. Hə, 6-7. O illik nə qədər büdcə baxım tələb edir, məbləğ baxımından Ya baxsın. Çin avtomobillərinin Havalı götürək. çox modelinə 0-20 yağ gedir. Bəli. 4-cü nəsillər səhv eləmirəmsə 7501 yağ dəyişməyə gəldilər. İl ərzində əgər bir adam maşını standart 15 min sürürsə, Bəli. bir il ərzində onun yağ dəyişmə prosesi təxminən 400-500 manat maksimum götürəcək. Bir il ərzində 400-500 manat. Və plus yeni avtomobillərin qarantiyası var. Yəni zəmanəti var. Askı sistemi 150 minə kimi zəmanətdədir. Mühərrik Bu karossa. söhbət havaldan gedir. Yox, məncə bütün Çin burada avtomobilləri. belə Yeni modellər hamısını. Məsələ var. 0 kilometrdən İbrahim kənarda qoy gedirsə. biz şey eləməydi. Bax bizdə bir oldu bu hadisə. Lee & Co-dur nədir o? Lincoln Co. Lincoln Co. Səfərimiz Zikrdon bazasına yığılır. Səhv etmirəmsə. Hə. Lincoln Co. Hə. Bu avtomobili biz aldıq. Biz dedim mən bir yaxın əzizim buradan onu da salam. Avtomobil 16 idi ya 17 min kilometrdə avtomobil dayandı yolun ortasında. Təsəvvür edirsən? Və həmin mənim dostum ona cash pul vermişdi. Normalda indi belə də 10 mini olan hər hansı bir şəxs gedib arzusu 70 minə yaxın 70 minə qədər bütün avtomobilləri əldə edə bilər də. Əlbəttə 48 ay ödəniş şərtləri ilə. Hə. Bunu da məsləhət görmürəm əlbəttə ki, buradan. Yəni məncə nağd alışdan yaxşıdır. Amma ki İbrahim burada belə bir məsələ oldu. Avtomobil qaldı yolda və adam keş 50 minə yaxın pul vermişdi maşına. 56 min, 54 və təzə çıxanda almışdı. İndi qiymətləri biraz düşüb. Getdi avtomobil servisə və servisdə diaqnoz qoydular ki, avtomobilin hibrid sistemində problem var. Avtomobil hibrid idi bu arada. Hibrid sistemində problem var. Əstəğfurullah bağışlayın, sürətlər qutusunda problem var. Transmisiya sistemində. Transmisiya sistemində. Nə qədər xərc ortaya çıxır? Xərc yoxdur, okey, xərc yoxdur. Avtomobil zəmanətdədir. Biz sizdən heç bir xərc tələb etmirik. Biz bunu dəyişirik. Biz bunu dəyişirik, heç bir problem yoxdur. Sürətlər qutusu neçə vaxtda gəldi? Nə qədər? Minimum 2 ay. Mən Altı ay oldu. dostumun nömrəsini verə bilərəm və zəng vurub soruşa da bilərsən. 6 ay. 6 ay. Çox uzun bir 6 aydan sonra sürətlər qutusu gəldi. Əvəzedici maşın vermədilər. Əvəzedici 3 aydan sonra verdilər. Əlbəttə ki, mənim o dostum özü şeydir. Biraz sakit adamdır. Bəlkə də biraz adam olsaydı bir tələbkar olsaydı. Ona bir dənə Çanqan avtomobili əvəzedici vermişlər. Və 6 aydan sonra sürətlər qutusu gəldi. Və bir ayda bu adam gözlədi ki, həmin sürətlər qutusunun proqramlaşması keçsin. 7-8 ay gəldi. İnanın mənə bir dəfə biz getdik ora. İndi o da mən yaxşı mənada da ki, sən servis işləsən, bu nə olan şeydir? Gəbdən gedək qurban olmaya, bir dənə çağır. Çarəsiz. Mən orada sual verdim ki, yenə dediyim kimi təkəbbürlü eləmirəm. Bu adi kimə desən. Və ona sual verdim, biz nəyi gözləyirik də? Okey, sürətlər qutusu gəlib qardaş. Siz bunun üzərinə quraşdıra bilirsiniz. Əlbəttə bu servis super. Bizim servisdən də əla servisdir. Yəni o servis versələr mən oranı çox yaxşı işlədim. Sürətlər qutusu var. Bəli. Nəyi gözləyirdik? Proqram. Proqram gəlib. Biz nə edirik? Biz cavab gözləyirik ki, biz bu sürətlər qutusuna yeni yağ əlavə eləyək, yoxsa öz üzərindən çıxma. İnarsan mən İbrahim. Suallar və suallar. Adama dedim, sən nə danışırsan qardaş? Bu sürətlər qutusunun müəyyən bir məbləği var, sən istəyirsən buna üzərindən çıxan yağ əlavə eləyəsən. Dedi, bizə də gərək oradan desinlər. Və ən nəhayətində, nəhayət bir üstünə bir 10 gün də keçdi. Bunlar sürətlər qutusunun üzərinə quraşdırdılar və sonra məlum oldu ki, sənin avtomobilin hibrid sistemində problem var imiş. Sürətlər qutusunun heç bir adiyyatı yoxmuş və avtomobilin arxa bagaj hissədə var idi. Hibridin invertorun batareya sistemi belədir. Problem ondaydı və 4 aydan gözlədi.
Yəni inan mənə, yenə deməyə, yəni mən nömrə də verə bilərəm, əlaqə saxlaya bilərlər. İndi biz bu avtomobilə problemli avtomobil kimi baxa bilərik. Yoxsa Mən deməzdim. sürücü Məsələn biz maraqlandıq, adamlar özləri bizə deyir ki, biz ilk dəfədir belə problemlə qarşılaşırıq. Ne Volkswagenlərdə problem var idi, ID6-larda. Qardaş, patpres su verir içəri. Ön alınlıq da el dilində deyir. Alınlıq su verir içəri. Sonra Li-lərdə var, Li-7-də, Li-9-da bizə gəlirlər də işlədiyimiz şirkətlər var. Məsələn, onların kondisioner sistemində problem var. Li-7-lərdə ümumiyyətlə var. Bir də görsə öz-özünə qoşulu qalır qardaş gecə. Amma avtomobil yəni möhtəşəmdir də. Mən şəxsən çox bəyənirəm avtomobili və yəni desən alaram. nə baxımdan, dizayn baxımından? Dizaynı Dizayn. Yəni dizayn hər şey üstələyir. Dizaynı çox gözəl. Bu sualımızı belə biz sonlandıra bilərik. Ümumi olaraq avtomobil almaq ən uğursuz investisiyadır. Yəni 0 kilometr Şübhəsiz. 0 kilometr avtomobil alsaq, İbrahim bəy təxminən neçə faiz dəyər itiririk? Artıq ikinci bazar olur da. Ən azı 30% düşmür. 30%. Bu bir də şey məsələsi də var, sözünü kəsirəm. Buyurun. Çin avtomobilində bu bazar niyəsə daha çox aşağı düşür. Bəli. Niyə bilmirəm mən. Modellərin tez-tez yeniləməyi Ola ola bilər. bilər. Adamlar şeydə Steve Jobs'dan güclü işçiləri rəhmətli idi. Həm bunu Telefondan tez avtomobil daxili elektronika sistemi, bateriya sistemi, təzə mühərriklərin yeni emissiya standartlarına uymağı daha tez-tez modellərin gəlməyindən bu uyğun ola bilər. Amma mən belə fikirləşirəm ki, Range Rover-ə qayıtsaq, ikinci əldə Range Rover almaq daha az pul itkisidir. Bəli. Bunu alıb 1 ildə sürsən 5000 aşağı qiymətlə satmaq Ha, olar. bir də mənim bu bayaqkı misalı çəkməyimin ən böyük məqsədim o idi ki, yəni ikinci əl tutalım 2016 Range Rover-da sən heç vaxt beləncə problemlə üzləşməsən. Sürətlər xarabdır qardaş. Yığdın, işləmiş ehtiyat səsi gətirdi. Özü onlarda zevk gəlir. Bu arada biləsiniz, yəni ucuzdur onların sürətlər qutusu. Və yaxud da hərəkət hissəsidir, var. O var, bu var. Əlvi nəyə atsan var da, rahatçılıqdır da. Yaxşı Ölüxanası var. Hə də hər şey var da. Range Rover bu dəqiqə 2024-dən nə saxlasan yenə var. Bəli var. Avtomobil alarkən ilk növbədə nəyə diqqət etmək lazımdır? Mühərrikə, kuzovuna, yoxsa transmissiya sisteminə? İbrahim bəy söz sizədir, buyurun. Yenə başlayaq bundan. Əgər yeni avtomobil alırsınızsa 0 probellə, Bəli. təbii ki, ilk növbədə onun servisini yanaşmaq lazımdır. ETS hissələri var, ETS hissələri yoxdur. Bazar nə vəziyyətdə? Yox, əgər işlənmiş sırf avtomobil alırsınızsa, misal üçün Amerikadan gələn avtomobil alırsınızsa, birinci baxmaq lazımdır gövdəsinə. Çünki Amerikadan gələn müəyyən avtomobillər var ki, altlarında çürüklər əmələ gəlir. O da sırf bunlar regionundan asılı. Mesela New York şəhərində sırf New Yorkdan gələn avtomobillərin çox maşınlar çürük gəlir bilər. Orada qar, duz, yerdəki duz yəni müəyyən eraziya verib başlayıb avtomobil çürüməyə. Ondan sonra təbii ki, avtomobil sırf girməli, servisə texniki baxış olunmalıdır, askı sistemidir, mühərrikidir, korobkasıdır, hər şey yoxlanmalıdır. Və ondan sonra qərar almaq olar ki, bu avtomobili pul verməyə dəyər yoxsa dəyməz. Mən burada belə fikirləşirəm, Ayxan bəy, sizə sözü verəcəm. Məncə bu həm də burada faktor maşının, avtomobilin ilidir. 90-cı ilin avtomobillə mühərriki ilə nə qədər performans gözləyə bilərsən ki? Bəlkə də 10 dəfə dəyişib o 30 il ərzində. Əsasən məncə burada gövdəyə baxmaq lazım. Avtomobili alanda ilk növbədə mühərrikinə, sürətlər qutusuna, yoxsa kuzovuna baxmaq lazımdır. İbrahim dedi əslində lazım olanları. Bu məncə də bu avtomobilin yeni və yaxud da köhnə avtomobil olmağına və bir də hansı yəni ölkə istehsalıdır belə bir şeydir. Yəni siz Toyota alırsansa, yəni mən Toyota alsam əgər Toyota'da sizin yoxlatdıra biləcəyiniz yalnız şeydir, sürətlər qutusudur. Sürətlər qutusu başlayır, mühərrik. Onlarda biraz yağma problemi olur bəzi mühərriklərdə, Pradolarda falan. Bir də gövdə hissəsinə də təbii ki, avtomobil indi Amerika bazarı idxalçısa indi müasir dövrdə də belə deyək, ban nömrəsi var, vurursan və hər şey VIN kodu çıxır, avtomobilin qəzası harda olub, necə olub. Əslində o bizim ölkədə də yaransa möhtəşəm sistemdir. Yəni müştəri də avtomobil alanda baxar bu harda servis olunub falan və həmin nəsə düzdür bu bizim işimiz deyil, amma yenə də Bizdə bir ara eləmək istəyirlər onu. SMS radarda müəyyən yer var. Datasını Vurur avtomobili.
Şimdi nömrəsini vururun avtomobilin. Orada çıxırdı. Sığorta hissəsi olub Azərbaycana daxil təbii ki. Sığorta hissəsi olub, vurulub, vurulmayıb. Olsa əla olar. O mənim ağlıma gəlmişdi inanırsan. O proyekt. Hə, o proyekt mənim Hələ ağlıma deyəcək. gəlmişdi. Bir də gövdə hissəsinə baxdıq. Hələ təbii ki, sürətlər qüsusi mühərrik. Artıq avtomobildə nəyə baxa bilərsən? Əgər funksiyalığı çoxsa avtomobilin ən çox elektron hissəsinə, ən çox məsələn elektromobillərdə də budur, batareykaların yoxlamağına. Hibriddirsə yenə batareykalara, inverterin vəziyyətinə baxmaq lazımdır ki, görəsən nə yerdədir və əsas hibridin naqillərinə falan. Yenə dediyim kimi də avtomobil, marka, model bu sualın cavabları hamısında ayrı-ayrıdır da. Bir şey də indi burada belə bir şey var. Bazarda bəzi terminlər var. Bez detal, bez kraska. Detal dəyişilməmiş. Bez kraska da boyasız. Bəli. Bu necə bir rol oynayır avtomobildə? Məsələn, 2024-cü ilin avtomobilidir. Tıxac şəraitində sənə gəldilər krilo yan hissədən sürtdülər avtomobili. Bu avtomobili bir cızığa görə rənglənməsi nə qədər dəyərini itirir və niyə? Bu bizim ölkədə var bez kraska söhbəti. Maraqlı burasında ki, bu ancaq bizim ölkədə var. Bez kraska. Bəli. İnanırsan İbrahim, yoxdur. Mən yəni o şeyin sözü olmasın. Mən bir neçə ölkələrdə olmuşam, amma belə şey mən yəni bizdə Mən də servisdə hal-hazırda ilə görə ən köhnə avtomobil 2022-23 biz Amerika bazarı tıxanı işləyirik. Yəni maşınlar nə gündə gəlir? Mən Cadillac işləyirəm hal-hazırda. Escalade yəni ölkədə bir dənədir. Sportvan şeydir. Spoiler. Tam elektrikdir də. Escalade tam elektrik. Valla avtomobili servisə gətirəndə mən düşündüm ki, yəni bu adam avtomobilin bazar dəyəri bizdə 200 min dollardır. Bunu niyə alıb? Amma ki, əsas məsələ odur ki, nəticədir. Məsələn, mən avtomobil alsam, mən elə şey, Vinkoduna avtomobil alıram. Bir də şey var, bunun airbagı atıb. Qardaş, airbag atıb da. Yəni bu əgər öz yerinə airbagın üzərinə quraşdırıblarsa, yəni əvəz ediblərsə, yəni o yeri boş deyilsə, nə problem var burada? Əlbəttə ki. Bu nə məntiqdir də. Bir də əsas bu məsələ bu Toyota alanlardır. Ən çox o Prado 2005-in də Pradosu gətirən deyir. Bazalobun da rəngi var. Açıq amma rəng yoxdur. Yəni 2005-in avtomobilində qardaş rəng olmamağa normaldır. 2005-də sən qanunla bunu kim sürürdüsə bu avtomobili də ən azı bir dəfə bu avtomobil bütöv boya işi görülməli idi də. Bütöv. Əgər bu avtomobilini sevirsə mən elə şeylərə ümumiyyətlə gedirəm və o prinsip ancaq bizdə var. Yəni mən ona görə elə onu vurğuladım. Bez kraska. Bez kraska əvvəl düz var idi. əsas gövdə hissəsi, məsələn deyək də, əsas gövdə hissədə görünməyibsə, yəni nə mənada avtomobil deformasiya olmayıbsa, yəni geometriyası pozulmayıbsa, nə problem var? Udarı yoxdur, vuruğu var. Udarı yoxdur, vuruğu var. Hansı mühərrik növü daha məqsədə uyğundur? Benzin, dizel, hibrid və ya elektromobil? Elektromobil. Niyə? Niyə? Elektromobil uyğundur da. Onlarda şey yoxdur, ümumiyyətlə bir şey yoxdur, xərc yoxdur. Niyə yoxdur ki, mən indi uzun məsafəyə çıxıram, vaxtım yoxdur avtomobili şarj etməyə. Məsələn, bu mənim üçün uyğun deyil artıq. Məncə bu məqsəd yönlü cavab deyil. Uzun məsafəyə çıxıram, vaxtım yoxdur avtomobil. Əlbəttə ki, ona görə deyirəm də, burada faktorlar var. Kim benzin istifadə etmək istəyir, kim dizel, nəyə görə, nə üstünlüklər var? Elektromobil dediniz, elektromobilin üstünlüyü sizcə nədir? Elektromobilin üstünlüyü ilk növbədə mən düşünürəm ki, və söhbət normal elektromobildən gedir də və BMW-nin və yaxud da Mercedes-in elektromobilləri düzdür çox özünü doğrultmadı. BMW özünü doğrultdu. Məsələn, i5, i4, i seriyası da, i7 məsələn super. Pulu olan getsin alsın, yəni əcdaha. Simyorka. Tesla. Məsələn, Tesla avtomobili elektromobil istehsal edəndə, yəni dünya elektromobil, biz ona xəyallarda baxırdıq ki, ya doğrudan olacaq elektromobil. Məsələn, Tesla biz işləyirik və inan mənə İbrahim, yəni onun batareyka sisteminə çox bəyənirəm də. Həm nəyini ən çox, həm dözümlülüyünü və eyni zamanda onun hansı ki o batareykanın üstünü izolyasiya sistemi falan məncə çox möhtəşəm. Düz başqasını işləməmişəm deyim ha, bəlkə onlarda da belədir, amma nəticə itibarilə xərc baxımından falan elektromobil məncə bunlardan yaxşıdır. Biraz həm benzinə qənaət, həm belə hibrid ola bilər, o da baxır hansı avtomobil. Hibrid alsam Toyota alaram məsələn.
BMW-nin hibridini almaram, e-drive zat qəti qaydada mən almaram. Toyota-nın hibridini sürərəm. Hyundai Sonataların hibridini sürmərəm. Problemdir sürətlər qutusu falan. Benzin alsam, əgər öz adımdan danışıram, yenə Toyota alaram və Lexus Toyota Lexus da, yəni Toyota deyirəmsə Lexus da. Daha lüks segment axtaranlar. Yəni Toyota deyirəmsə Lexus da nəzərdə alınır. Lexusun əslində yeni modellərinin yanacaq sistemlərinin nəsə araları yaxşıdır ya bilməm indi bizim yanacaqlar. Yəni farsunka problemləri onlarda çox olur bu arada. Sizə də gəlir də. 95 oktanlı benzinlə də. Hə. Çox başqa dizel ümumiyyətlə sürməyi məsləhətdir. İbrahim bəy, sizin fikriniz nədir? Benzin, dizel yoxsa hibrid və ya elektromobil? Hal-hazırda olan vəziyyətə uyğun olaraq, yəni şarj aparatlarıdır. Bəzi rayonlarda heç orada yoxdur, məsəl üçün. Və siz dediyiniz kimi, məsələn, vaxtınız yoxdursa yoldan zərfə qoymaya, mən deyərəm hibrid benzin. Hibrid benzin. Dizel yoxdur, seçim arasında dizel yoxdur. Hər iki tərəfdə dizel bəyənmir. Sırf hibrid benzin. Niyə plug-in yox? Heç plug-in demədin? Plug-in o kateqoriyaya bölünür də artıq elektro, hibrid. Amma plug-in hibrid də olardı. Plug-in hibrid yox, sırf hibrid benzin. Zəhmət olmasa plug-in, hibridlə hibridin fərqini izah edərdiniz izləyicilərimizə, bilməyən şəxslər var. Plug-in hibridi həm tokla yəni gedə bilirsən, müəyyən bir faiz dərəcəsində. Bizdə bir dənəsi var. Amma zərfə qoymazsan. Hətta bizdə bir dənəsi var, BMW-də plug-in hibridi, bir dəfə onda 18% vardı, 1 kilometr. Qaldı yolda. Amma var da, Çin istehsalları da var plug-in, 80 kilometr falan. Təxmini 10.000 manat büdcə ilə hansı avtomobil almaq daha uyğundur? Yəni ilk avtomobilim, mən bir gəncəm. 25 yaşıma qədər pul yığmışam. Siz qocasınız, mənə baxanda qocasınız. 25 yaşına qədər siz daha üstün təbəqə belə deyək də yaş baxımından 30-35-40 yaş təbəqəsi 40 deyil də, yəni 30-35 deyirəm, 40-a gedir üstə, 30-a gedirəm. Çox gözü göstərir. İbrahim sən neçə yaşın var? Neçə verərsən? Böyle öyle 38. 37-38. 37 sən. Azaddır. Mənə 40-a gəlmisiniz? Qardaş, mənə 33 yaşım var. 33 yaşım. Mənə də 25 yaşım var. Çox uzaqlaşmadan sözümüzdən, sualımızdan. Mən bir gəncəm, 25 yaşına qədər işləmişəm. Ya da 26 yaşına. Mənim indiyə qədər heç bir avtomobilim olmayıb. Avtomobildən anlayışım yoxdur. Mən istəyirəm ki, avtomobil alam, məndən az xərc aparsın və ilk avtomobil olaraq mənə xoş təəssüratlar bağışlasın. 10.000 büdcə ilə hansı avtomobil seçə bilərik? İbrahim bəy, söz sizdədir, buyurun. Sırf Azərbaycan bazarında 10.000 büdcə ilə bir neçə model var. Təbii ki, Rusiya maşınları da var, Ladalar da var. Onu məsləhət görmərəm. Komfort istəsəz Honda Insight 2009, 2010, Toyota Prius 20 kuza, Kia Pride'lar var, dizel. Narahatdır. Dəmir üstə gedir də. Diz məsafəsi də azdır. Diz məsafəsi azdır. Bəli. Bərkdir. Materialı soğuq üstdən. Yeni modellərdir belə, deyilmi? Mən idarə etməmişəm. 20 kuzdan görmüşəm. Honda Insight-da idarə etmişəm 2008-2007. Honda Insight-ın məncə Prius-dan fərqləndirən hibrid sisteminə baxsaq, Insight-da bir blokdur, tək blok sistemidir. Prius-da isə tək-tək. O daha yaxşı. O cəhətdən. Sırf birinci maşın 10.000 büdcən varsa, təbii ki, bu adam 10.000 büdcəsi varsa, ekonomdur. Prius tərifləyən. Nə edir ki, Prius? Amma əla maşın. Buradan Prius sürənləri də salamlayaq. Yaş ki varsınız. Bəli. Hyundai Accent Rio-da eyni baza gəlirdilər 2010-2011. Son nəsillərlə maraqlanmamışam. 1.6 da var, benzin mühərrik. Dizel. Çox gözəl çəkmələri var, sürət yığmaları, çox performans. Amma hətta hibridi də var. Çox az sayda da olsa. Hyundai'ların sırf o modeli Hyundai'ında qızdırmaq məsələsi olur. Onlara belə bir xüsusiyyəti var ki, yəni avtomobil qızdırmağa yoğur gedirsə, heç bir şey yoxdur, ekranda heç nə yoxdur. Sən hiss eləmirsən maşın qızdırır, qızdırmır. Bir dəfə işıq yanır ki, maşın qızdırır, yanırsa. Rastlaşmışam onunla. Rastlaşmışam. Hyundai məsləhət görür ki, belə daçiklərdən çox eləsin. O da artıq dizel motor. Hərarət verdi, axdısa o dərəcəyə, onu həyata qaytarmaq biraz çətin məsələdir. Məndə özümdə 1.5 Accent idi, avtomat korobka elə bir hadisə yaşandı, İbrahim bəyin dediyi kimi.
blok çatdadır. Avtomobilin motoru. Yeni Yəni, motor əvəz. Motor çox da baha deyil. Baha deyil valla 800 min. 1000 manat. 1000 manat civarında. Mən o vaxt 1000 manat, indi ola bilər Hə, 800 ola manat. bilər. 3 il bundan qabaq. 3 il bundan qabaq, bəli, 1000 1000 manat civarında olan bir motordu qoydun, əzdən sür. Yəni bu büdcəyə uyğundur da. Gənc bir adam maaşı ilə o Gəl burada avtomobil məncə 10 minə yaxşı bir 39 al elə. BMW. fikrimizi yayındırırlar. Ya da bir yaxşı 4 göz. Şeydə W. 4 göz bu arada kadrlarda da deyə söz var. Mən üçün bir 4 göz tapmalısan və biz o 4 gözə proyekt yığacaq. Buradan da spoiler verir. Ya da 10 minə belə eləyində gedin ilk ödəniş verimdə haval götürürsün. İbrahim, sən hər cür dəstək dururam. Ümumiyyətlə bizdə ölkədə belə ki 60 minə qədər 10 minə Liboy maşın ala bilirsən. İlkin ödənişdir. Amma adam var ki istəmir də, istəyir ki 10 minlik aldı və biraz da pulun yığsın. 10 minim olsa, dəqiq BMW alaram, dən yaxşı 46 kuzov. Cavanların fikrin yayındırır. 3 motor M54 alırsan İbrahim sürürsən ya da 39 heç bir problem də yaşatmır. Belə də. Sən 4 gün evakuator edəsən. Nəticə etibarında BMW. Amma BMW sürürsən. Bir var Toyota Prius sürürsən, bir var BMW. Nə olub ki Prius'a? O deyil də. Orada yaşam tərzi var. Qazı versən sıralayacaq abi. İnsanlar sakit həyat sürür, Prius ona hep onu bəs eləyir. Prius sürəndə saç təyət sürür İbrahim. Bizdə kimlər bir ara onu sürdüsə, indi həmin adamlar kitab bir avtomobili sürürlər də. İndi həmin kitab avtomobilinə biz şey baxırıq belə. Əvəzliyi. Əvəz. Bəzi avtomobillər niyə ölümsüz kimi tanınır? Məsələn, köhnə modellərdən götürsək, yəni yeni modellərdən varmı elə bir avtomobil mən bilmirəm. Nə deyə bilər Sayxan bəy? Yəni yeni modellərdən mən tanımıram belə. Var ümumiyyətlə İbrahim bəlkə təsvir. Mən də belə. Yəni yeni model var ki, yəni bu yeni model sən onu sınaqdan keçmir bax. 10 il deyək də, 10 il. 10 il bundan qabaq 2015-in ölümsüz 2016 özüm doğruldan, hə də 16 da. Təzə 3 ay söhbətdən emin. 4 ay nə bir ayda belə. Deyə bilmərəm vallahi, nə bilim. BMW-nin 2016 nə sən şeylər var idi BMW. F15'lər var. 3 dizellər vardı yəni. F15 X5. Hə, F15 X5 və dizel olanlar özlərinin doğrultdu. Mühərrik həcmi 3 mühərrik. O benzin də var, 3 benzin. Hə, 3 benzin. Amma benzin indi belədir ki, benzində dizellərdə ümumiyyətlə problem gecə olsa da biraz şey olur. Ümumiyyətlə BMW-nin B47, B48 B48 də yaxşısıdır, yəni benzini B47-si də. B48 2-dir, amma şeydir də. B58 3-dür. Yeni nəsil mühərrikdir. Yəni N20 gəldi. N26 gəldi, sonra keçdi artıq C seriyada B-də. B48 gəldi benzinlərdə. Onlar da özlərini doğrultdular. Çox. Hətta N20, N26-dan daha dözümlüdür. Bəli. Düzdür, onlarda şey bir xroniki su sistemi, su pompası sistemində. Su sistemi şeylərdə də var, B48-lərdə və ya B46-larda da var, amma N20-lərdə də BMW-lərdə. N20-lərdə sep başmaq deyək də, bir də Porsche-lər səs eləyir. Hə, Porsche-lər səs eləyir. Restyling 2013-cü ilin 7-ci ayından sonra restyling keçirdilər. N26 mühərrik desələr də. Onlarda Porsche-lər dəyişdi. Amma BMW hələ də onu N20 kodu ilə buraxır da. Əsasən F30-ların üstündə N26 ilə gəlirdi. Amma artıq restyling olmuş. Eyni şey. Bir də su radiatorlarında. Yaxşı, yeni nəsil yadınıza düşməli. Köhnə modellərdən hansını deyərdiniz? Ölümsüz damğası bu avtomobil markanın. Ölümsüz də nədir? Dözümlülükdən söhbət. Yəni sən bu avtomobili o vaxtlı yaxşı təcrübələrə dayanaraq alıbsan 5 il, 10 il sadəcə yağın suyunu dəyişib sürübsən. Yəni ölümsüz avtomobil sənə deyirəm, nə yadıma düşür? Oğlum mənim yadıma şey düşür. Yollarda daimi birinci palatada gördüyüm 124 kuzovda yaxşı. Və yaxud 219-da da ola bilər. 219-da da ola bilər. Söz 219-da da biraz Eldrin'də 4 göz. Hə, 4 göz, 100. 4 göz məsələn dizelin 2.7 motoru çox idealdır. Sonra Çeşkalar məsələn üçün. Bilmirəm, belə benzinlərdə də belə problem. Mən Çeşka məsələn Çeşka şeydə 112 sadə sistemdə. 112 mühərriklər deyirlərdi. Onlara 2-4 şeydə 3-2 falan. Bunlarda bir dənə yağ yemək problemi olurdu. O da olsun da şeydir. W210-dan götürərək son modellərə baxsaq, Mercedes-in Y-klassa baxaq. Artıq ehtiyat hissələrinin satışına üstünlük verirlər. Baxın, W124 Kuza uzun illərlə paslanmaq bilmir də. Korroziyaya uğramır bu maşın. Amma W210 Kuza
Korroziyaya qarşı həssasdır. Bəli. Həssasdır da, çoxu ilə qarşılaşmışam, pası var, çürüyü var filan yerində. Bəli. Hətta da bütün salonu sökdürüb xəstələri var da, həvəskarlar bütün salonu sökdürürlər. Gəmi kraskası boyası var. Bəli. Ondan salona vururlar, sonra salonu yığırlar. İbrahim bəy, siz nə deyə bilərsiniz belə modellərdən? Elə mən də dediyim kimi. Kantlı sanatanı da vurğulaya bilərik bura, məncə. Maraqlıdır, Kant sanat oyunu bu birisindən nə fərq var idi ki, bu bəyəm. Xrom. Onlarda deyir, hə, yağ nasos. Hə. 2-4-2 mühərriklər. Yo, bildim, yaxşı Kant ilə bunda nə fərq var? Kant bir nə fərqləri var. Dizayn olaraq eynidir. Avtomobilin dizayn olaraq eynidir, düzdür. Bir dənə Kant var. Restoran keçir. Bildim, bəs şeydə nə idi? Mühərrik eyni mühərrik deyildi. Yəni 2 motor eyni mühərrikdir. 2-4 eyni mühərrik 2 motor. Hadi onda niyə bu Yəni yağ nasoslarında fərq var 2-2-4-lərin. Bildim. Hansı avtomobildən söhbət gedir? Söhbət Kantlı sanatadan gedir. Kant sanatın 2 mühərriyi də var, 2-4 də var. Yoxsa üçüsü də var. üçüsü Granderlarda da gəlir də o. Onlar dözüm mühərridir bu arada. Yəni Kantlı sanata ilə Kantsız sanata arasında o fərq, yəni Kantsız sanata neyədir ki, inqilab yaratdı da Kantlı sanataya qarşı. Məncə o da bir mifdir. Məncə də mifdir. Yəni nə var da? 2006-2007 Aha. Kantsız sanatın yeri idi. Sonra model dəyişildi, oldu Kantsız Kantlı sanatı. Hə. Yəni avtomobildə mühərrik dəyişdi. Yox. Kuzov dəyişdi. Hərəkət hissəsi dəyişdi, heç nə dəyişmədi də. Sadəcə bir dənə Kant əlavə elədilər. Kant sanatı. Ben yaxşı onda niyə bu dözümsüz oldu? Kantlara görə gedəndə Kantlar çıxır. Mühərriyə bir kəllə də. Doğrudan belədir. İndi özümə sual verir. Siz olan 2-4 motorlarını tanıyın yəni. 2-4-də yağ nasosu. Onu periklitka eləmək olur yağ nasosu. Hə, ölürük biz. Yağ nasosu 2-4 mühərriklə düz biraz balans yaradır amma. Onlarda balans valla bir yerdədir. Və qiyməti bahadır. Yəni 1000 manat, hara 150 manat var idi. Amma belə bir dənə ölümsüz yaxşı BMW ola. 30 kuzov. Toyota BMW arasında yer gəlir. 30 kuzov BMW, məncə 30 kuzov da əşdə. Kompakt biraz 30. Gözəldir də. 3-cü seriya. 38 Boomer. 38 biraz böyükdür. 38 və üzərində gələn mühərriyə bax. Ən balaca mühərrik şeydir. 3, 3-5, 4-4 qalxdı getdi ara. Və onlarda da bilirsən də 50.000 variant var da. Vanusuz gələn, tək vanusuz gələn. Adi o Boomer kinosunda da spoiler kimi gedir. Boomer kinosunda 5 dənə Y38 modeli dəyişilib. Doğru. Çəkilişində 5 dənə. Baxmamışam o filmə. Baxarsan qəşəng sonlandıraq. Gözlə bir dənə sonlandırmanı da eləyim. Beləliklə öz dəyərli fikirləriniz üçün qonaqlarımıza təşəkkür edirik. İbrahim bəy, Həməd, çox sağ olun. Ümid edirəm ki, bu veriliş izləyicilərimiz üçün də maraqlı oldu. Növbəti buraxılışlarda görüşənədək siz də öz fikirlərinizi şərh bölmələrində yazmağı unutmayın. Kanalımıza abunə olub bu videoya like atmağı da unutmayın. Təşəkkürlər.